Aktyor Fərda Xudaverdiyev sosial şəbəkədə Qarabağın qələbəsi ilə bağlı paylaşım edib. Bugün TV xəbər verir ki, o ötən gün keçirilən Qarabağ Ayntrak qarşılaşmasını evindən atası Akiflə izlədiyi görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Fərda Qarabağın Ayntrak klubu üzərində 3-2 hesablı qələbəsinə xeyli sevinib. Həmin anları Instagramda yayımlayan aktyor bu tarixi anı bizə yaşatdığın üçün sizə təşəkkür edirəm Qarabağ deyə qeyd edib. Sağ ol Bəhlul, öpürük səni. Halal olsun, Qarabağ, öpülürsünüz. Tarixi bizə yaşatdığınız üçün hər birinizə sonsuz təşəkkürlər. Öpülürsünüz. Yaşa Qarabağ. Bizim değerli restoranlarımıza da, operatorlarımıza, ses restoranlarımıza onlara teşekkür ederek sağollaşıram. Öpürəm ata. Atamla baxıram, atamla. Bizimlədir. Bizim kanallarda ve bu devam edecek. Tutduq, tarix yaşadıq bərabər. Başta olmalı. Bütün Azərbaycanımızı təbrik edirik, Qarabağ ailəsini. Başda Qurbanov. Tüm personal, öpürük hər birinizi. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV. İnşallah qaldı Liverpool, bir cəxal.